Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Mən bugün halva çalıram, İmam İsanı çalıram, umazdı, qəşəng kərə yağı ilə halva çalıram. Elə bil yarım kiloqram yağın halvasını çalıram, yarım kiloqram yağa 1 kiloqram unun, umacını hazırlayıram. O 1 kiloqram unun əliyib götürəcəm, tərtəmiz umacını tökəcəm yağa. 1 kiloqram da şəkər tozun şirə bişirirəm qəşəng halvanın üzərinə. Yəni yarım kilo təmiz əridilmiş kərə yağı, 1 kilo un, 1 kilo şəkər tozu, 1 kilo şəkər tozuna da 3 stəkan un əlavə eləyirəm. Qəşəng mətə düşəndən sonra ondan sonra söndürürəm, soyuyur, halva isti olmalıdır, şərbət soyuq. Əlimlə, su ilə biraz əlimlə qarışdırandan sonra qəşəng blenderdan umacı eləyirəm, hazırlayıram. İndi bunun nə qədər ki unu çıxacaq, o unu əlavə eləməyəcəm. Təmiz umacı əlavə eləyirəm. Şərbət də qaynayır. Bax, gördüyünüz kimi əliyirəm, unun çıxardıram. Həmin un o yağın üzərinə getmir, içərisinə, halvanın içərisinə. Ancaq təmiz qəşəng umacı əlavə eləyəcəm. Şərbətə də sarı kök əlavə eləyirəm. Qəşəng qoyuram soyumağa. Yarım kiloqram yağı atmışam tavaya qəşəng. Elə vaxt əridirəm yağı, ərinmiş yağla eləyirəm, elə vaxt belə kərə yağı ilə eləyirəm. Yağ qəşəng qaynayır. Umacı əlavə eləyirəm. Mən həmişə məhərrəmlikdə ondan, orucluqda demək olar ki, neçə dəfələrlə halva çalıram. Cavanlığımdan mən bu işi eləyirəm, yəni. İmam İsanı bişirirəm, məsələn də İmam yolunda paylayıram, ehsan eləyirəm, ehsanat eləyirəm. Həmişə eləyirəm, orucluqda da, məhərrəmlikdə də. İnşallah siz də İmam İsanları bişirəsiniz. Allah hamımızın ruhusunu bol eləsin, canınızı sağ eləsin. Həmişə hazırlayasınız, bişirəsiniz, düşürəsiniz inşallah. Qəşəng halvanı qovururam. Rəngi biraz qızarandan sonra şərbətin əlavə eləyəcəm. Qəşəng şərbətin əlavə elədim. Onun yəni ki, çox belə halvanı qovurub qapqarı eləmirəm. Belə qara halva heç də qəşəng görünmür. Məsələn, adam var elə eləyir, çox qovurur. Halvanın rəngi qaralır, halvanın rəngi gözəl, göyçək olmalıdır, xoş olmalıdır. Dadına da ki, söz ola bilməz. Mən hər şeydə deyirəm, hər nə üz varsa ondan eləyir. Ancaq halva heç vaxt başqa yağdan alınmır. O dadı olmur, o ətri olmur, halvanı hökmandır. Elə bir şeylər var ki, hökmandır. Onu sən kərə yağı ilə hazırlamalısan. Onun ətri üçün, dadı üçün hökman kərə halva da onlardan biridir ki, hökmandır, kərə yağı ilə bişməlidir. Çox gözəl halva alındı. Görün, rəngi də gözəl, özü də gözəl, qəşəng xırç-xırç, umaclı. Adam var un halvası xoşlayır, adam var umac halvası xoşlayır. İkisini də çalıram mən, un da çalıram, umac halvası da çalıram, amma umac halvası çox gözəl olur. Un halvası da tər halvası deyirlər, yumşaq olur, başqa cür olur. Siz də inşallah hazırlayarsınız. Sağ olun, sağlıqla qalın.